Salam dəyərli izləyicilər, əziz kanalımıza minnətdarıq. Xoş gördük hər birinizi. Bu günləri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsindəyik. Burada ərazinin ən keyfiyyətli binalarından birindəyik. Sizlərə qanuni 3 otaq tam yelçəkər bir mənzil təqdim edəcəm. Mənzilimizin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda sağ tərəfdə belə bir qarderob mebeli quraşdırılıb. Mənzilimiz qanuni 3 otaq 110 kvadrat müsahidən ibarətdir. Tam yelçəkərdir. 17 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Burada mənzilin 1-ci yataq otağı yerləşir. 2-ci yataq otağımız sanitar qovşaqları ayrı-ayrılıqda, qonaq otağı və mətbəx hissəmiz isə burada yerləşməkdədir. Başlayaq 1-ci mənzilin qonaq otağından. Gördüyünüz kimi belə bir qonaq otağımız mövcuddur. Burada yerləşir və kifayət qədər də genişdir. Tam təmirli bir mənzildir. Təmirdən sonra az bir müddət yaşayış olub mənzildə. Təmiri ideal şəkildədir. Qonaq otağından və mətbəxdən mənzilin eyvanına keçid də mümkündür. Bina olaraq ərazinin ən keyfiyyətli və super binalarından biridir. İnşaatçılar metrosuna cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Binanın yaxınlığında lazım olan bütün infrastruktur mövcuddur. Burada mənzilin mətbəx hissəsini görürsünüz. Mətbəx mebelimiz də axıra qədər quraşdırılmış şəkildədir. Döşəmə parketdəndir. Buradan da mənzilin eyvanına keçid mümkündür. Eyvanda kombi aparatı və qaz sayğacı da yerləşdirilib. Mətbəx hissəsini görürsünüz. Kifayət qədər geniş mətbəximiz var. Mənzil həm əşyalı şəkildə satılır, həm əşyasız şəkildə satılır. Mən qiyməti sizlərə bildirəcəm sonda. Burada mənzilin böyük yataq otağı yerləşir. Gördüyünüz kimi kifayət qədər genişdir. Rahatlıqla mebelləriniz bura yerləşə bilər. Binada qaz, su, işıq fəaliyyəti daimidir. Binanın yeraltı qarajı, geniş həyəti və 7/24 mühafizə olunan mühafizə xidməti mövcuddur. Sanitar qovşaqlarımız ayrı-ayrılıqdadır. Burada mənzilin tualet hissəsi yerləşir. Burada isə mənzilin hamam otağı yerləşməkdədir. Hər iki sanitar qovşağı lazımi bütün aksesuarlarla təmin olunmuşdur. Son olaraq sizə 3-cü otağımız olan 2-ci yataq otağını göstərim. Ondan sonra mənzil haqqında ümumi məlumat və qiyməti bildirəcəm. Burada isə mənzilin 3-cü otağı olan 2-ci yataq otağımız yerləşir. Burada normal ölçüdədir, kifayət qədər genişdir. Buradan da mənzilin 2-ci eyvanına keçid mümkündür. Bu eyvanımız qapalıdır. Cam balkondan bağlanılıb. Otağımızı da görürsünüz, normal ölçüdədir, kifayət qədər genişdir. Keçək mənzil haqqında ümumi məlumata. Mənzilimiz yerləşir İnşaatçılar metrosunun yaxınlığında Abbas Mirzə Şərifzadə küçəsində yerləşir. 158 nömrəli məktəbin yanında ərazinin ən keyfiyyətli super binalarından biridir. Qanuni 3 otaq 110 kvadrat ümumi sahədən ibarətdir. Sənədlər qaydasındadır, kupça çıxarış mövcuddur, əldədir. 17 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. İstilik sistemimiz kombidir, döşəmə parketdəndir. Qanuni 3 otaq tam yelçəkər bir mənzildir. Mənzilin qiyməti əşyasız şəkildə 300.000 manat start qiymətdir. Əşyalı şəkildə isə 310.000 manat start qiymətdir. Mənzilə real alıcı endirim olunacaq. Təbii ki, mənzilə baxdıqdan sonra mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.